Fikrin dərslədi, hə. Yəni bu hissə artıq yeni mövzuya keçiddir. Ona görə diqqətlə qulaq asın. Sadə filləri keçəcəm bu gün. Kim qaldı? Aytən Süleyman. Hə, Gülay. Nəbi fikrin dərsdə olsun, Nəbi. Ay Nihat, niyə? Nihat da təklədi uşaqlar. Davam eləyək. Gülay burada. Gülay burdasan? Bax, bir də təzədən deyirəm həmin hissəni. Biz dedik ki, spirtlərlə ekranda yazdığım görsənir yoxsa yox? Hə, spirtlərlə spirtlərin reaksiyasından, yəni 2 dənə, hə, 2 molekulundan götürürük və temperatur 140 dərəcədən kiçik olsun, yaxşı? Test toplusuna çox da 140 dərəcədən böyük olanda indi bu hissələri təzədən yazdıracağam. Alkin alınacaq. Buradan alınırdı nə? Sadə efir. Sadə efir. Bir dənə nümunə yazaq göstərək. Məsələn, bir spirt dilən C3, H7OH. Bundan mən 2 dənə deyirəm götürürəm yəni. Aydındırmı? 2 dənə götürürəm. Temperaturda şərt qoyuram ki, 140 dərəcədən kiçik olsun. İndi Aytən başa düşsün deyə aşağıda C3 H7-dən birini çəkirəm. Aytən, yaxşımı? Başa düşəsən deyə. Hə, yəni birindən OH çıxacaq, birindən də H çıxacaq Aytən. Yaxşı, 2 dənənin. Olacaq su. Başa düşürsən Aytən? Və yerdə nə qalacaq? Birində qaldı C3 H7O. O birisində nə qaldı? C3 H7. Aydındır? Aha. İndi sən də görün mənə, Gülay, bu C3 H7 radikalının adı nə idi? Propil. Propil radikalını uşaqlar. Onda deyəcək 2 dənədir deyən, deyəcək propil efiri. Nə dedin Elmir, eşitmədim. C3 H7. Aha. Hə, yəni mən əslində bura 2 yazmışam ha. Sadəcə olaraq Aytən daha yaxşı başa düşsün deyə bu 2-ni elə bil açıq şəkildə yazdım ki, birindən H, birindən OH çıxır. Artıq siz hər dəfə belə yazmayasınız da. 140 dərəcədən kiçik gördünüz. Bilin ki, girişdə hansı radikal varsa, onun sadə efiri alınacaq da, yaxşı? Burada propan spirti olduğuna görə, propanol da, ona görə efirimizdə də propil olacaq. Aydındır? Bir dənə ortaya oksigen girəcək. Bunu artıq biraz vərdişdən sonra yadınıza qalacaq. Yazdıracam olsa bu hissələri, yaxşımı? Sualın var Elmir başqa? Aha. Bəs yaxşı, burada kimisə problemi varsa qeyd apara bilər, gözləyə bilərəm. Bəs yaxşı Gülay, bir dənə də Nihata sual verək. O ürəyimizdə xalı qalmasın. Nihat, C4H neçə yazın Nihat spirt olmaq üçün? Yəni 9 OH. Aha. Mən əgər bura qabağını 2 yazmışamsa və temperatur 140 dərəcədən kiçik yazmışamsa, hansı maddə alınır? Sudan əlavə. Başqa nə olur? Aha, bu opsi bir yerdə bir maddədir. Adını da oxuyanda C4H9 butil radikaldır da. Onu da deyəcəksən butil efiri. Efirlər budur. Hə, asaddır. Efirlərə də türklər eterlərdir. Kolay deyən oğlan eter deyir türklər. Bunlar eterlər də mən sizə məlumat atmışdım. İnsanı özündən bayıltmaq üçün istifadə olunan maddələrdir eterlər. Yaxşı, videosunu atmışdım deyəsən. Sən dedin ki, baxmışam müəllim. Bu belə. Aytən sualın yoxdur ki buradan. Nə bilim bir video atdım, sən dedin ki, baxmışam. Türklərin bir videosu. Hə. Aytən sualın yoxdur. İstəyirsiniz buraları yazın bir də təzədən uşaq qoy vərdiş yaransın əlinizdə. Onsuz da yeni mövzuya keçid eləyirik. Buranı təzədən yazın özünüzə. Yaxşımı? Gözləyirəm. Aha, silirəm ha, yaxşı. Buraları silim. Davam edək. Yazırsınız ki, deməli onda mən Elmir belə deyə bilərəmmi ki, sadə efirlər
sadə efirlər, bax bir nümunə verdim də, sadə efirlər bir atomlu spirtlərin dehidratlaşmasından yaranır. Yəni suyu buraxmağından yaranır. Deyə bilərəm? Aha, yazırsınız ki, sadə efirlər, uşaqlar. Sadə efirlər. Cümləni yazın. Nə? Ha, qayda yazırıq. Başlıq falan yox, dalından yaz. Əsas odur bil. Sadə efirlər haqqında da mövzunun bu hissəsi. Nihat, sən bayaqdan buranı köçürməmisən, yoxsa yox? Bildim, yazdın yoxsa yox bu hissəni nümunə dediyin yerə? Hay Allah. Siz yazın sadə efirlər, Nihat tez gəl. Buranı qayda eləyəcəm, atacam biraz. Bir damcı yer ötür, sonra uşaqlardan alıb yazarsınız. Sizin eləyib atacam sənə, yaxşı? Hə. Nədir? Elmir yazdı mı? Sadə efirlər bir atomlu spirtlərin baxın deyəcəyim sözü yaddan çıxarmayın ha. Nəyə görə indi səbəbini izah edəcəm. Molekullar arası Gülay. Sadə efirlər bir atomlu spirtlərin molekullar arası dehidratlaşmasından alınır. Sadə efirlər, uşaqlar, spirtlərin molekullar arası dehidratlaşmasından alınır. Aytən, bu cümləni necə başa düşürsən? Bəli, yəni sadə efirimiz, məsələn, nümunə göstərdik. 2 dənə spirtin molekullar arası, çünki birindən OH, birindən H çıxdı. Yaxşı, Süleyman. Molekullar arası ona görədir ki, mən nümunə yazdığımda birindən H çıxdı, birindən OH çıxdı. Molekullar arası dehidratlaşmasından alınır. Cümləni yazdınız, qurtardınız. Mötərizədə yazın ki, temperatur 140 dərəcədən kiçik olarsa. Temperatur 140 dərəcədən kiçik olarsa. Mötərizəni bağlayın. Yazıldı. Nədir? Nəbi yazdın, qurtardın mı? Temperatur, uşaqlar, 140 dərəcədən böyük olduqda isə spirtlərin molekul daxili, burada molekul daxili olacaq. Molekul daxili dehidratlaşmasından bəli, alken alınır. Nümunəyə baxaq, yazın. Bunu 10-cu sinifdə keçmişik. Aytən yaza bilirsən, dalda qalmayıbsa. Bayaq temperatur 140-dan nə demişdik? Kiçik demişdik elə. İndi isə 140-dan böyük deyirəm. Hətta testlərdə görəcəksiniz, qatı sulfat turşusu da bölünə yapışdırırlar. Çünki 10-cu sinifdə demişdik də, biz qatı sulfat turşusunun iştirakında. Spirtlərin dehidratlaşmasından alken alınır daytən. Olacaq buradan hansı spirt? Hansı alken? C2H4, elə deyilmi? Və su. Hətta mən demişdim ki, tutalım deyirəm, Aytən. Spirtimizi bu formada versə, məsələn 1, 2, 3, 4, buradan bir OH qoysaydı, Aytən. Və yəni 4 karbonlu spirtdə C4, bax C4H9 OH versəydi, Aytən. Yəni temperatur 140 dərəcədən böyük qatı sulfat turşusunun iştirakında olsaydı, yenə alınan alken C4H8 olacaqdı. Amma testlərdə sənə deyə bilər ki, məsələn, buten 1, buten 2. O temaları başa düşmək üçün hidrogenlərə baxırdıq. Burada 3 hidrogen var, burada isə 2 hidrogen var. Həmişə də kasıbdan
Deyirmi, ziyanlıq kasıbın başına gəlir. Yəni burdan qopacaqdı hidrogenlə. Aydındırmı? Yəni bu OH-la burdan hidrogen çıxacaqdı. Onda alınan alkenimiz də bax bu formasında, buten 2 formasında olurdu və su çıxırdı. Süleymanın yadına gəlir görəsən ay Allah bu hissələr yoxsa yox? Yəni qısaca bu formada da yaza bilərdin ha. Yuxarıda yazdığım kimi C4H8 də yazı. Sadəcə olaraq testdə adı birdən soruşar ki, buten 1-dirmi, buten 2-dirmi? Aydındır. Məsələn, bu eten də bunun biri, ikisi olmur ha. Ona görə promoy yazmışdım. Sualınız yoxdur bu hissədən uşaqlar. Bir də izah eləyim. Nihat bax görün başa düşmədin yerə. Necə var? Aha. C2H5OH-dan. Niyə? Dedim axı, bax bir dəqiqə gözlə. C2H5O aşağıda 1, 2, 3, 4 karbonlu C4H9OH yazmışam. Tələsmə, düz köçür. Mövzu qısa donsuz. Hə, spirtlərdən qurtarırıq. Bir atom, üzrlü say, bir atomu spirtlərdən qurtarırıq. Ay nəbi. Bizim spirtlərimizin 2 atomlusu var, 3 atomlusu var. Onlar qabaqçı dəstlərdir. Spirtlər 11-in ən böyük, testlər də ən çox olan bölməsidir. Tamam, təbii ki, gözlə. Köçürübsüz, buranı silə bilərəm Gülay, yoxsa yox? O yuxarını silin, nəbi sənin üçün burada yuxarı təzdən yazacağım. Qoy uşaqlar köçürsün. Aha, nəbi sənin diqqətin məndə olsun. Sənin üçün qəhvəyi rənginə yazıram. Bax, mənə spirt denən, tutalım deyirəm, nəbi? Hansı spirtimiz olsun? C2H5-i başa düşdünmü? Yəni, burada temperatur 140-dan böyük olanda alkinə çevrilir. C2H4 alkindir, çünki C-in H2 formuluna uyğun olaraq. Bəs mən aşağıda vermişəm ki, Aytənə belə bir sual verdim. Dedim, karbonun sayı 4 dənə olan spirt C4H necə olar? C4H9OH elə? Nəbi? C4H9OH. İndi mən desəm ki, burada temperatur böyükdür 140 dərəcədən və qatı sulfat turşusunun iştirakında nə alınır? Sən də deyərsən ki, müəllim, biz bilirik ki, temperatur 140-dan böyük olanda həmişə alkinə çevrilir. C4H8, C-in H2-nin axı üstə gəlinsin suya çevrilər. Mən də Aytənə dedim ki, Aytən, yaxşı sən bunu belə tapdın. Testdə də görəcəksən A variantı, nə bilim, penten. B variantı, buten 1, səni çaşdıracaq burada. C variantı, buten 2. Sən avtomatik 4 dənə karbonun var deyən, hansı variantların arasında qalasın? B və C. Bəs dedim buna, ay Aytən, bunu sən necə ətraflı bilərsən? Bunu mütləq çəkmək lazım. Bax, 4 dənə karbon çəkmişəm. Bu dəfə OH-ı məsələn buradan salıram. Nəbi, OH-ım buradan olsun. Yəni, orada artıq sənə də bu spirtin adını verəndə verər ki, tutalım, butanol, məsələn, 2, butanol 1. Özü mütləq rəqəmini verməlidir ki, sən biləsən OH hardandır da burada, normal quruluşunu çəkəndə. Temperatur nəbi, qulaq as diqqətlə, 140 dərəcədən böyük olanda biz demişdik ki, Zaitsev qanunu var. Həmişə mən onu necə başa salırdım? Deyirdim ki, nə gəlir? Kasıbın başına gəlir. Bütün xəstəliklər kasıbın uşağında çıxır. Varlıya heç xəstəlik zad da tüsar olmur. Onu necə yadda saxlayırıq? Bax, burada 3 dənə hidrogen var. Burada 2 dənə hidrogen var. Bu OH hansından əl açıb dilənəcək? Dilənçiyə kimin ürəyi ağrıyıb pul verir? Kasıb olan. Varlı vermir də, kasıb. Yəni, bu gəlib bu azdan çıxacaq. Yaxşımı hidrogeni? Oradan çıxacağı üçün, bax, bu ikisinin arasında 2 qat rabitə formalaşacaq. Yəni 4 dənə karbonumu beləcə çəkirəm, 4 dənə karbonumu. O ikisinin arasına 2 qat rabitə qoyuram. Yəni alınan maddən hansı oldu? Buten 2 oldu, yaxşı. Plus su çıxır. Başa düşdün indi yoxsa yox? Nəsə ürəkli demədim. Başqa bir nümunəyə də baxarıq. Qoy yazsın uşaqlar. Hamı qeydiyyatını aparıb uşaqlar silə bilərəm lövhəni. Aha, istəyirəm. İndi yazacağımı yazmayım, bir dənə Nəbi üçün izah edirəm. Nəbi, bax, belə bir
nə bilim, spirt çəkək də. Burdan da OH. İndi deyirəm ki, burada temperatur 140 dərəcədən böyük olanda nə alınır? Bunu necə təyin edəcəyik? 140 dərəcədən böyük olanda avtomatik bil ki, nə alınacaq? Sadə efir yoxsa alken? Alken. 140-dan böyük olanda alken alınır. Alken də alınanda bir tərəfin OH-ı çıxır, bir tərəfdən də H çıxmalıdır. H burada 3 dənədir. Yəni bax bunun birləşdiyi karbona baxmırsan, onun sağına, soluna baxırsan. Bunun birləşdiyi qırmızı karbonun sağındakı, solundakı karbonlara baxsan. Burada 3 dənədir. Burada amma 1, 2, 3 dənə xətt var, 1 dənədir. Ona görə çıxanda hardan çıxacaq? Bax bu 1 dənə olandan çıxacaq. Yaranan maddəni də olduğu kimi çəkirəm. Bayaq verdiklərim OH hissəsinin olmaqla hər şey karbonların olduğu kimi çəkirəm. Yaranan iki qat bu H-ın çıxdığı yerdən OH-ın çıxdığının arasına düşəcək. Aydın oldu indi? Aha. Bəs yaxşı, buranı silə bilərəm, yazmırsınız da yəqin bu hissəni, elə? Silim uşaqlar bu hissəsini. Bir də buranı silək, temperaturu da dəyişək. Əslində sadə efirlərə o qədər adı üstündə o qədər sadə suallar verilir. Hər ehtimal verirəm, qoy bir dənə buna baxaq. Bax, temperatur 140-dan kiçik olarsa, Süleyman desin, nə olar? Onda da deyirsən ki, müəllim, burada karbonumuz 1, 2, 3, 4, 5 dənə karbon var. Yəni kökü, bu spirtin kökü C5H11OH-dır da, yaxşımı kökü? Ona görə yaranan sadə efirimizdə C2 mol bundan götürmək şərti ilə alınacaq C5H11, ortaya O, yenə C5H11. Aytən başa düşdün? Çətin gəlir uşaqlar buralar sizə. Bəs ürəkli bəli demirsiniz. Nəysə, buraları silirəm. Bir dəfə də qayıtdan baxarsınız, qayıt eləyirəm. Sən ürəkli deyilsən. Gülay nə deyirdin? Buranı deyirsən, yoxsa? Hə, köçür. Sadə efirlər haqqında biraz məlumatlar yazdıraq. Aha, indi yazırsınız uşaqlar. Sadə efirlər iki cür olur. Simmetrik və qeyri-simmetrik. Simmetrik efirdə uşaqlar R-O-R, yəni eyni radikallar olmalıdır. Məsələn deyirəm, CH3 elmir. Ortaya O, yenə CH3. Bu sənin deyəcəksən ki, müəllim, adı simmetrik, simmetrik. Metil olduğuna görə nə deyərəm? Dimetil, yaxşı mı elmir? Dimetil efirdir. Aydındır? Efiri. Simmetrik dimetil efiri. Qeyri-simmetrik necə olacaq? Radikallarımız fərqli olsun. R, O, R ştirx yazıram. Mənim Wi-Fi-ım mı zəifdir, yoxsa niyə zəif yazır bu qələm? Hə, R ştirx yazıram. Məsələn deyirəm, CH3 Aytən. Bura yazıram O, bura yazıram C2H5. Aytən, bunun adını oxuyanda necə oxuyaram? Deyərəm qeyri-simmetrik, qeyri-simmetrik. Çünki fərqli olanda qeyri-simmetrik deyərsən. Aytən, başa düşürsən? Yox, asimetrik bilirsən nə idi? Karbonun 4 tərəfindən də müxtəlif hissənin birləşməsi. Asimetrik buna aid deyil. Asimetrik qeyri-simmetrik demək deyil ki, asimetrik olmaq üçün 4 tərəfindən müxtəlif hissənin birləşməsi lazım idi karbonun. Məsələn deyirəm, Elmir, bax bu karbonun bir tərəfində H var, bir tərəfində oksigeni var, bir tərəfinə başqa bir radikal salaram, bir tərəfinə başqa, bir tərəfinə flor. Bax bu formada asimetrik olar. Yoxsa yazarsan qeyri-simmetrik, Q apostrof S qoy. Nə olacaq? Metil, etil efiri. Aydındır? Bir tərəfdə metil, bir tərəfdə də etil efiri. Etil efiri. Başa düşdünüz? Önemli dəyişir. Aytən, sualın yoxdur ki bu hissədə? Bəs yaxşı, sənə bir sual verəcəm, Aytən. Qoy rəngimi dəyişim, görüm tapa bilərsənmi? Bu hansı radikal idi? Görüm bilirsən, Aytən. Bu hansı radikal idi?
Aha. Kim bilir deyə bilər. Fenil, bəli, fenil radikalı arillərə aiddir. Hə, fenil radikal. Əgər mən bundan 2 dənə belə çöndərmiş vəziyyətdə görüm çəkə biləcəyimi, bax belə bir şəkil düşə bilər testinizə. Bax, əyrimçə formasında da. Ortaya O. İndi buranı silim qarışmasın bu hissə gözləyin. Bunun adı nə deyərsiniz? Əyri yox. Aha. Yox, nə dediniz Elmi? Aha. Bəli, simmetrik. Mənim qələmim donur, bilmirəm. Sizdə də pis görsənir, yoxsa yox. Difenil efirə. Sizdə də donuq-donuq görsənir, uşaqlar yazılar silinir, yazılarım. Yox. Hə, mən də yazıram, silinir, bir də təzədən görsənir. Simmetrik difenil efiri. Yaxşı, uşaqlar. Çünki o fenil radikalı dayıdan yaxşı. Bəs yaxşı, ortalarını çəkməsəydim. Ditsikloheksil efiri, yaxşı. Ditsikloheksil efiri. Aytən bir də izah edeyim. Ortaları olmasa, Aytən. Yəni, altı bucaq beləcə qalacaq. Sikloheksanlardır da bunlar. Artıq radikal olmaq üçün də sikloheksil deyərəm, altı bucaqdır axı. Onlar simmetrik disikloheksil efiri. Aydındır? Qeydiyyatınızı apardınız uşaqlar. Sonra yazırsınız ki, buranı qoy silək. Yazırdın, hə? Sən Elmir saçını sildim, geri qaytardım indi. Yaz Elmir. Hə, yaz. Süleymanın səsi gəlmir. Görən bizi dinləyirmi? Aha. Əslində bu hissələri bayaq demişik, amma yenə də yazın da. Çünki yazın alınması, alimin adı uşaqlar. Kordus. İlk dəfə dietil efirini Aha. Nəydən almışdıq Gülay? Dietil efirini etil spirtindən qatı sulfat turşusunun buradan başqa laf açsın. Qatı sulfat turşusunun bilirəm, o biri lövhəyə keçirəm. Bu mənə bütün